Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu mayın 5-i gecə saatlarında dizindəki ağrılara görə tibb məntəqəsinə köçürülüb. Qızı Nigar Həzinin dediyinə görə yalnız ağrı kəsici iynə vurulduqdan sonra onun ağrıları azalıb, lakin hələ də təcili müayinə və müalicəyə ehtiyacı var. O əlavə edir ki, atasının vəziyyəti ilə bağlı ombudsman aparatına müraciət olunub. Ümumi vəziyyət ondan ibarətdir ki, artıq yeriyə bilmir, qoltuq ağacından gəzir və dizindəki problem get-gedə dərinləşməkdədir. Keçən həftə görüşəndə demişdi ki, dizim şişib və dəhşətli ağrıları olub, dözülməyəcək qədər. Nigar Həzi əlavə edir ki, Tofiq Yaqublu hazırda saxlanıldığı 17 saylı cəza çəkmə müəssisəsinə köçürülərkən karantin rejiminə salınıb və onun zəng hüququ məhdudlaşdırılıb. Qızının sözlərinə görə siyasətçi artıq 18 gündür karantində saxlanılır. Nigar Həzi bildirir ki, vəkil Nemət Kərimli mayın 7-sində Tofiq Yaqublu ilə görüşüb. Vəkilin sözlərinə görə Tofiq Yaqublu görüşə nəzarətçilərin köməyi ilə gəlib. Qoltuq ağacını isə ona yalnız içəridə veriblər. Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, dələduzluq və saxta sənəd hazırlamada ittiham olunur. Özü isə ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir.